Salam hörmətli izləyicilər, bugün sizlərə Azərsu və Azəriqaz smart tipli sayğacların smart kartlarının evdən çıxmadan rahat şəkildə mobil telefonunuzdan istifadə edərək kart balansının artırılmasını göstərəcəm. Bir çoxlarınız hardasa terminal axtarır, e-manat, milli ön, MPay və s. terminallar axtarır ki, kartın balansını artırsın. Evdə məsələn su bitir, qaz bitir, siz də işdən yorğun gəlirsiniz və təkrar bir də qayıdıb hansısa bir marketdə terminal axtarıb oradan su, qaz vurmalı olursunuz. Bunun əslində ehtiyacı yoxdur. Evdən çıxmadan daha rahat şəkildə mobil telefonunuzdan kartın balansını artıra bilərsiniz. Heç 1-2 dəqiqə də çəkmir. Bunu sizə indi mən video şəklində göstərəcəm və kartın da balansına ödəniş edib sayğaca yükləmək qaydasında sizlərə bu videoda göstərəcəm. Kartlarımızı ekranda görürsünüz. Azərsu və Azərqazın smart tipli kartlarıdır. Təbii ki, bu videoda mən yalnız suyu göstərəcəm. Növbəti videoda isə qaz sayğacın balansını artırmaq və kartı sayğaca yükləməyi də göstərəcəm. İlk olaraq suyu yükləyək, hörmətli izləyicilər. Biz bunun üçün nə etməliyik? Leobank proqramı hər bir vətəndaşın demək olar ki, telefonunda var. Çünki qara kartlardan bir çox vətəndaşlar istifadə edir, əlverişli olduğu üçün. Və biz Leobank tətbiqinə daxil oluruq ilk öncə. Və buradan indi mən təhlükəsizlik kodunu yığıram. Kodu yığdıqdan sonra Leobank tətbiqinə daxil oluruq. Burada digər ödənişlər bölməsi var. Əlimlə işarə edirəm, görürsünüz. Digər ödənişlər bölməsinə keçid edirik və buradan kommunal və internet bölməsi var. Kommunal və internet bölməsini seçirik. Yuxarıda isə daha yaxından görə bilmək üçün yaxınlaşdırım. Yuxarıda nefesi ödəniş var. Nefesi ödənişi seçirik. Və burada bizə bir çox seçimlər verir. Yəni buradan biz yuxarıdakı seçimləri edərək sayğacın tipləri də burada görürsünüz. Galius və ya Zenner sayğacı, yəni bunlar qaza aiddir. Aşağıda isə Elektromet və Apşeron sayğacları. Bizdə su sayğacının kartını görürsünüz. Bizdə Apşeron sayğacı olduğu üçün biz Apşeronu seçəcəyik. Əgər sizdə elektrometdirsə, yuxarıdakı elektromet seçimində edə bilərsiniz. Biz indi nə etməliyik? Birinci buradan Apşeron seçimini edirik. Daha sonra isə buradan biz kartı telefonun arxa hissəsinə tuturuq. Sanki marketdə alış-veriş edirsiniz və terminala kartı tutursunuz. Belə bir şeydir. Və terminala kartı tutduqdan sonra belə bir məlumatlar gəlir ekrana. Burada indi mən bu məlumatları şəxsi məlumat olduğu üçün kapatacağım təbii ki. Məlumatlar ekrana gəlir, yoxluyursunuz və burada balansı artırma məbləği. Buradan siz istədiyiniz rəqəmi seçirsiniz. Məsələn 5 manat, 10 manat, 15 manat nə yazmaq istəyirsinizsə, tutaq ki 10 manat biz artırmaq istəyirik balansı. Və təbii ki kartınızın balansında da pul olmalıdır. Bu ödəniş etmək üçün. Məsələn 10 manat yazdıq və balansı artır seçimini edirik. Və bir daha təkrar kartımızı telefonun arxa hissəsinə tuturuq. Və gördüyünüz kimi hörmətli izləyicilər, balans artırıldı. Smart kartın balansı artırıldı. Çox rahat bir şəkildə 1 dəqiqədən də az bir vaxtda, indi mən videoda təbii ki biraz uzun alınır. Qısa bir müddətdə kartın balansını artırdıq və indi bu kartı biz sayğaca yükləməyə gedirik. Bəli hörmətli izləyicilər, indi isə su sayğacının balansını artıracağıq. Yüklədiyimiz 10 manatı buraya daxil edəcək. Bu bizim sayğacımızdır. İlk olaraq balansı məsələn yoxlaya bilərsiniz. Nə qədər məsələn borc var burada indi. Və sayğacın balansında burada sayğacın yuxarı hissəsində balaca bir bölmə var. Bura kartı biz daxil edirik. Və düyməni sıxıb saxlayırıq. Gördüyünüz kimi balansa yükləndi 10 manat. Və əgər kartınız balansı yükləyəndən sonra həmin sayğacınız əgər koda düşübsə, təkrar bir də kartı, boş kartı sayğaca daxil edirsiniz və təkrar bir də basıb saxlayırsınız və basıb saxlayandan sonra indi bizdə kodda olmadığı üçün koddan çıxacaq hörmətli izləyicilər. Harasa bir 10 saniyə gözləyirsiniz və koddan çıxır. Bəli hörmətli izləyicilər, sizlər üçün bu videoda Azərsu smart kart tipli sayğacın smart kartının balansını artırmaq və həmin kartı eyni şəkildə sayğaca yükləməyə göstərdim. Növbəti videoda da sizlərə solda gördüyünüz Galius Pay, yəni Azərqaz smart sayğacının smart tipli kartının balansını artırmaq, yəni telefondan balansı artırmaq və eyni qaydada sayğaca yüklənməsi qaydasında göstərəcəm. Bu videonu mütləq bəyənin ki, video daha çox bu sahədə, kommunal sahəsində çətini çəkən insanların qarşısına çıxsın. Eyni zamanda kanalımıza mütləq abunə olun ki, növbəti paylaşacağımız bu cür maraqlı videolardan sizin də xəbəriniz olsun.